Bura bakın, bura bakın. Bura bakın. O maklumda. Hadi ya. Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz valideynlər və sevimli şagirdlər. Sizi qədim və gözəl bayramımız olan Novruz münasibəti ilə keçirilən bayram tədbirində salamlayırıq. Tədbirimizə başlamazdan əvvəl hamınızı Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükuta dəvət edirəm. Üçün məktəbimizin direktoru Sarbala müəllimə veririk. Çox hörmətli Elman müəllim, əziz kənd cəmaatı, hörmətli şagirdlər. Biz bu günləri məktəbimizdə Novruz bayramı şənliyi üçün yığışmışıq. Biz bir dəfə onu sizə xatırladım ki, Elman müəllimin rəhbərliyi altında böyük bir məktəbdə belə bir tədbir keçirdi. Açığı, o məndə bir qısqanclıq hissi oyandı ki, niyə bizim məktəbimizdə olmasın?
Baxmayaraq ki, bizim məktəbimiz balaca məktəbdir. Sayına görə də, amma biz də gərək bunları eləyək bu uşaqlar üçün. Başımız uzadı ki, şəhid ailələri burada iştirak edirlər. Başımız uzadı burada ki, şəhidin övladları burada iştirak edirlər. O şəhidlər ki, canlarını verdilər bizim bu gözəl zamanlarımız, uşaqlarımızın yaxşı, gözəl gün keçirməkləri üçün. Haqları boynumuzdadır və biz də çalışacağıq ki, ona layiq həmişə yaxşı şagirdlər böyüdək, yaxşı şagirdlər tərbiyə verək, onların uluslar görməsi üçün biz də şərait edək. Hamımızı xoş gördük, tədbirimiz biraz da yaxşı keçəcək. İnşallah xoş gəlibsiz, sağ olun. Ağlarımıza veririk. İlk olaraq Masallı rayon təhsil sektorunun müdürü Elman Rızayevi çıxış üçün dəvət edirəm. Salam, hamınızı xoş gördük. Bizim əziz, dəyərli şəhid ailə üzvlərimiz, şəhid valideynlərimiz, bizim hörmətli kənd ictimaiyyətinin üzvləri, valideynlərimiz və bizim əziz, sevimli, gözəl, göyçək şagirdlərimiz. Hamınızı xoş gördük. Mən hər kəsi, uşaqdan böyüyə, hamınızı bu gözəl bizim tariximizdən, bizim milli mənəvi dəyərlərimizi özündə əks etdirən hər kəsin sevdiyi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bütün şagirdlərimizə dərslərində uğurlar arzulayıram. Müəllimlərimizə əmək fəaliyyətində uğurlar arzulayıram. Bütövlükdə məktəbin tədris fəaliyyətində uğurlar arzulayıram. Ərəb kənd ümumorta məktəbi. Əziz valideynlərimiz, bu Ərəb məktəbi bizim rayonumuzdan haradasa təqribən bir 30 kilometr uzaqlıqdadır. Ərəb məktəbi bizim rayonumuzun balaca məktəblərindən biridir. Ümumorta məktəbdir. Şagirdlərinin sayı bəlkə də 100'dür. Amma baxın, belə bir gözəl tədbir təşkil edib. Ərəb məktəbi artıq 2-ci ildir ki, bizim rayonda elan etdiyimiz çox böyük bir layihələrdə çox uğurlu nəticə əldə edib. Ərəb məktəbinin keçən il riyaziyyat aylığında şagirdləri, səhv eləmirəmsə 6 şagirdidir, bir müəllim, böyük bir layihədə qalib oldular. Ərəb məktəbinin bu il Azərbaycanda ilk dəfə olaraq rayonumuzda elan etdiyimiz startap və innovasiya aylığında öz xüsusi bir neçə layihəsi ilə təmsil olundular və uğur qazandılar. Bu Ərəb məktəbinin nəticələridir. Bu Ərəb məktəbində şagirdlərin təhsilə marağıdır. Bu Ərəb məktəbində məktəbin pedaqoji kollektivinin apardığı yüksək səviyyədə iş və onların peşəkarlığıdır. Bu Ərəb kənd cəmaatının təhsilə diqqəti və qayğısıdır. Mən ümid edirəm ki, bütün bu hallar valideynlər tərəfindən xüsusən də məktəbə diqqət qayğı, valideynlərindən xüsusən də şagirdlərin təhsilinə diqqət və qayğı bundan sonra da artacaq və biz nə eləyiriksə şagirdlərimiz üçün eləyirik və Ərəb kənd ümumorta məktəbinin şagirdləri bundan sonra da hamı öz tam orta təhsil səviyyəsini digər məktəbdə davam eləsin və bu şagirdlər gələcəkdə ali təhsil alıb məhz bu məktəbdə müəllim kimi fəaliyyət göstərsinlər. Bizim hamımızın istədiyi budur və biz doğrudan da istəyirik ki, Ərəb məktəbində, Ərəb kəndinin sakinləri dərs tədris eləsinlər. Bir daha hər kəsi bayram münasibəti ilə təbrik edirəm, firavanlıq arzulayıram, xoşbəxtlik arzulayıram, hər bir kəsin süfrəsi ruzi bərəkətli olması arzulayıram. Bir daha bayramınız mübarək olsun və istərdim ki, biz Ərəb məktəbini, məktəb kollektivini, valideynlərini ürəkdən alqışlayaq. Lərindən biri olan Masim Qurbanovun atası Hafiz bəyə veririk. Buyurun. Günləri bu tədbiri burada düzəltdiyiniz üçün Sarbala müəllim, sizə təşəkkür edirik bütün kənd adından. Gözəl şəhidimizin atasısan, gözəl qonaqlarımız da var. Buradan hamısı qardaşlarımızdır. Elman müəllim, xoş gəldin deyirik.
Bəli, Azərbaycana bu yaraşır. Azərbaycana belə geyimli balalar yaraşır. Baxın, görün nə gözəl balalardır. Allaha çox şükür. Torpaqlarımız azad, dövlətimiz müstəqil, dövlətimiz güclü. Bizə kim nə qayıra bilər? Bu cürada gələcək nəslimizin balaları əmələ gəlir. Əgər qalxacaq da Masum kimi, Sahil kimi, Cəbrail kimi, Müqəddəs kimi, Faris kimi, Tahir kimi oğullar olacaq bunlar. Gənə başlarını edəcəklər. Bugün mən fəxr edirəm Ərəb kəndindən. Gör gözəl balalarımız, gözəl geyimlərimiz. Allah bizə həmişə gözəl bayramlar qismət eləsin. Bütün Azərbaycan xalqına. Allah şəhidlərimizi rəhmət eləsin. Hamımızın bayramımız mübarək olsun. Qarşıdan gələn həmişə əmrəmanlıq olsun dövlətimizə. Nə qədər bizim güclü dövlətimiz var, ali baş komandanımız var, gözəl başçımız var. Bizim Masallı rayonu gözəl yaşayacaq. Sağ olun. Allah bayramımızı mübarək eləsin. Sağ ol müəlliməm. Teşekkür edirik ve tedbirimize devam edirik. Bu bayram hem baharın gelişinden haber verir, kış artık geride kalır, təbiət canlanır, çiçekler açır ve hayat yeniden başlayır. İndi ise baharın müjdəçisi olan güzel qonağımızı sahneye davet edirik. Gelin hamımız birlikte bahar kızı alkışlarla karşılayaq. Salam əziz uşaqlar, hörmətli müəllimlər və dəyərli qonaqlar. Mən Baharın qızıyam. Uzun və soyuq qışdan sonra sizə baharın isti nəfəsini gətirmişəm. Qış aylarında torpaq sakit yatırdı. Ağar bütün təbiəti örtmüşdü. Ağaçlar yarpaqsız idi. Çaylar soyuq idi, külək isə sərt əsirdi. Amma indi bahar gəlir. Bu gözəl yurduma ilk bahar gəlib. Ən şirin, ən gözəl arzular gəlib. Təbiət əlində xonçalar gəlib. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Əziz bayramınız mübarək olsun. Səməni düzülüb indi yan yana. Xoş ətir yayılır bu şirin cana. Bahar xoş gəlibdir Azərbaycana. Novruz bayramınız mübarək olsun. Bayramların gözəli Novruz bayramı, elimin, obamın əziz bayramı. Qoy desin ürəkdən, qoy desin hamı, Novruz bayramınız mübarək olsun. Başımda şalım var, yanağımda halım var. Yenilmeden acıyan acıyan, çiçeklerin acıyan acıyan. Yenilmeden acıyan acıyan, çiçeklerin acıyan acıyan. Uçmağa yok kanadım, kızıl lale bir adım, çölü düzü bezerem. Elden ile gezerem, ay gezerem, ay gezerem. Uçmağa yok kanadım, kızıl lale bir adım, çölü düzü bezerem. Elden ile gezerem, ay
bayramı xalqımızın ən qədim və ən gözəl bayramlarından biridir. Bu bayram təbiətin oyanışını, yenilənmə və ümidin bayramıdır. Bu gözəl gündə insanlar bir araya gəlir, şənlənir və bir-birinə xoş arzular diləyir. İndi isə gəlin birlikdə bu gözəl bayramın sehirli dünyasına səyahət edək. İfası ilə çıxış edir 5-ci sinif şagirdləri. Qoy mən yenə söhbət açım ilk baharımdan, nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl gəl deşən Azərbaycan. Kər güllər şəfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. El kızlar düzüm düzüm kürkürağında, min gül açır Gəncəmizin hər budağında. Dost eller Qarabağın dağı qarlıdır, gen çölləri bu torpağın xoş baharlıdır. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl gəl dirşən Azərbaycan. Kər güllər vəfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər damlası layla çalan göy Xəzərim var, hər uzun nəğməm olan şəhərim var. Keçdim yenə çiçək çiçək hər mahalından, öz yurdumun doymaz ürək yüzlü salından. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl gəl düşən Azərbaycan. Kər güllər vəfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Etməkdən ötürü əllərindən gələni ediblər. Beləliklə, növbəti humoristik səhnə ilə qarşınızdadılar. Maşında qaçıqmısa, qalmışam uşaqlarla piyada. Zad elə, ya bir maşın tut bizi yola sal, ya da 10 manat ver özümüz gedək. Uçum. Şehrime bir gün gedəcəksən bana, heç olmasa uşaqların sal yanı. Uşaqları apar verin tərəfə, onlara məndən daha olmaz ata, onlara məndən daha olmaz ata. Ata ata canata, edin bir imanata, Ləkkil yazmanda biz aparız canata. Ata ata canata, edin bir imanata, Ləkkil yazmanda biz aparız canata. Şehrime gel yorubalının atlaşın, gel anıla alsa deyiridir yaşın. Dəsti yetər vurma belə üzmənə, dəsti yetər gülmənə üzmənə, dəsti yetər gülmənə üzmənə. Ata ata canata, edin bir imanata, çok severim biz seni, sen varımız canata. Ata ata canata, edin bir imanata, çok severim biz seni, sen varımız canata, sen varımız canata. Növbəti rəqs nömrəsi ilə davam edir. Alma almaya bənzər rəqsi ilə iştirak edir 8 və 9-cu sinif şagirdləri. Bilirsinizmi Novruzun ən...
Azərbaycan kinosunun sevilən nümunələrindən biri olan Qaynana filmindən maraqlı bir fragment sərgiləyəcəyik. Bu səhnə ilə ailə münasibətlərinə yumorla yanaşaraq hər birimizə doğma və tanış hisslər yaşayacağıq. Şagirdlərimizin ifasında təqdim olunan bu fragment sizə xoş anlar bəxş edəcəyinə inanırıq. Buyurun, Qaynana filmindən səhnə ilə şagirdlərimiz çıxış edir. Pullar için cim bibi, silsifeti cim bibi. Pullar için cim bibi, silsifeti cim bibi. Ne dedin ayavara? Dedim göğe cim bibi, Nece ayavara? dedim göğe cim bibi. Bibi bibi can, bibi bibi can dedim. Bibi, Senin elin yukarı vakti olur. He? Hafta 8 ben 9 300 bin 500 300 bin 800. Hadi olmuyor bu köyü bağlayıplar he? Bibi, senin kardeşin oğlu o kişilerden değil. Benim aptek butkamı bağlayan her anasından olmayıp. Bibican, sen oğlun canım. Beni eli boş kaytarma. İşin düşende gör nece yalvarırsan. Sabahları Allah elememiş, Allah elememiş. Kulaklara kuruşun. Şemöler, bir içim su da vermezsen bana. Bibi, Allah eylemesin sen ne danışırsan, seni görüm 100 yıl yaşıyorsan. Bibi, sen Meşet Kazım'ın oğlu, beni de arda koyma. Kurban olun sana. İtulgala. Baş üstüne. Buna bak ha, adın Eli'ye and olsun. Hele 6 tane imiş. Ne diyorum? Bu bir ezme. Bu 2'dir, 3 olara. Üçüdür. Yok üçüdür. Bu 3'tür. Bu 4'tür. Bu 5'ti, bu da 6. Yok evet 5 lira. Altı 250 da altı. lira. Ve su elindeki nedir? Şahsi, buna bakayım. Yapışı benim. Ben onu kopardarım. Hadi. Ha. Darıkma bibi, bir haftaya pulumu çattırırım sana. Bana bak. Pulu düzeldi bilmezsin. He. O 1 dijin, 2 dijin. O çini kablar var. Ondan getir gel. Benim bu gözüm üstü. Hadi alarmayalım değil mi? Bir tane de. Bir. Koy ağzıma. Ha. Gel, hoş geldin. Pullarına mı gıydı? He, bibi, bir tane de karşım var senden. Hadi, seni üz gösterden de astarın diyeceksin. Asların istemirəm, sədaqəti istəyirəm. Ölürəm ondan ötürü, kurban olum seni. Hadi. Onu düzelt benim için. Sen kimin derdinden ölmemişsin? Allah rahmet eylesin şeytani. Yun çubuğuna döndürmüştün. Hadi Zehra'nı camış kim arvattı. He? Hansın diyeyim 1'dir, 2'dir. Kes hadi. Hadi sen de arvat saklayan yetimsen. Yeri hoş geldin. Təşəkkür edirik və tədbirimizi davam etdiririk. Novruz bayramının ən əyləncəli personajları kimlərdir? Əlbəttə ki, Kosa ilə Keçəl. Onlar hər il Novruz şənliklərinə gülüş, sevinç və zarafat gətirirlər. Gəlin onları alqışlarla səhnəyə dəvət edək. Salam ay uşaqlar, salam ay müəllimlər, salam əziz qonaqlar. Mən gəldim. Görün bayram hazırdır ya yox? Amma bir problem var. Bilirsinizmi problem nədir? Bu bayram hələ ən təmbəl adamı gəlməyib. Sənə gözləyirik ay Kosa. Niyə? Çünki Novruz gəlir. Mən bilmirdim. Necə yəni bilmirsən? Mən yemək axtarırdım. Of yenə? Hə, Novruz gəldiyin hər yerdə şirniyyat olur. Görürəm orada şirniyyat var. Deməli artıq Novruz gəlir. Ay Kosa sən Novruzu niyə sevirsən? Şirniyyata görə. Başqa? Şirniyyata görə. Bəs başqa? Bir də şəkər buraya görə. Ay Kosa bəs yeməkdən danışan. Gəl uşaqlarla oyun oynayaq. Oyun yeməli oyun. Yox, tapmaca. Yaxşı. İndi uşaqla sizə tapmaca deyirəm. Görüm kim tapa biləcək. Toxumdan böyür, yaşıl-yaşıl görünür, Novruz süfrəsini bəzəyir.
Düzdür, səməni. Mən elə verdim salatdı. Ay uşaqlar, gətir içini doldurar. Nəylə doldura? Konfetlə, şirniyyatla. Əvvəl qoy yoxlayım. Ay kösə, hamısını yemə. Mən sadəcə keyfiyyətini yoxlayım. Ay uşaqlar, bayramımız gəldi. Dünyatımız gəldi. Kaç gəldi? Çəkərburamız gəldi. Ay kösə. Nəyəm, aca? Bəs yedin, gəl qonaqlarımızın bayramını təbrik eləyək. Novruz bayramı. Novruz bayramı. Mübarək. Bizi 5-ci sinif şagirdlərinin səməni rəqsi ilə davam etdiririk. Aziz qonaqlar, Arşın Malalan musiqili səhnəciyi ilə şəhid Sahil Babayevin övladları Samir və Milay çıxış edəcək. Qoy xanımın də yaparım, sevgilə söyləsin. Qoy xanım. Şuşanın dağları, başı dumanlı, kırmızı kaftan, yaşıl dumanlı. Derdinden ölmeye çoktur dumanlı, derdinden ölmeye çoktur dumanlı. Ay kız bu ne kız kız, bu ne tel, ölerim derdinden, onu bil, danışmasan da bana gül. Şuşada yakşanır, yanar yıldızlar, onlardan güzeldir, gelirler kızlar. Dolusta dayanır, yarılır gözler, dolusta dayanır, yarılır gözler. Ay kız bu ne aşkı, bu ne değil, ölerim derdinden, onu bil, danışmasan da bana darı gül. Bizim növbəti hissəsi göstərdikləri zəhmət və nailiyyətləri ilə seçilən müəllim və şagirdlərimizin təltif olunmasına həsr olunub. Onların uğurları hər birimiz üçün qürur mənbəyidir və gələcək nəsillərə gözəl nümunədir. Gəlin bu əziyyətin bəhrəsini birlikdə alqışlarla qeyd edək. Müəllim və şagirdlərimizi təltif üçün hörmətli Elman müəllimi dəvət edirəm.
Sənət müəllimi Nəbiyeva Səbinə məktəbin tədbirlərinin təşkilində fəal iştirakına və göstərdiyi təşəbbüskarlığa görə təltif olunur. Şəkil götürürsünüz də. Məktəbimizin informatika müəllimi Əkbərova Nəzrin Elşən qızı məktəbin tədbirlərinin təşkilində fəal iştirakına və göstərdiyi təşəbbüskarlığa görə təltif olunur. Və mən Əskərlər Aygün Laçın qızı. Tədbirlərdə fəal iştirakına görə təltif olunacaq şagirdlərimizin adlarını çəkirəm. Zəhmət olmasa yaxınlaşsınlar. Şəmmədova Zeynəb Qabil qızı. Sabit qızı. Əsədov Orxan Etibaroğlu. Abbasova Lalə Bəşir qızı. Ağayeva Rüqayyə Şöhrət qızı. Əsədov Ağabəy Akifoğlu. Zeynep, sen tanıyorsun. Tebrik ederim. Sen de Orhan. Orhan. Ha, sen hemen şey. Lalə. Lalə. Sizin layihəniz hansıydı? Yadımda qalır da. Ağabey. Sen de həmişə layihə. Nəzəri baxır. Rüqayyə. Rüqayyə. Orhan tanıyacağım. Sen de akıstik nəzarətdə ediyorsun. Biz uşaqlarla bir dənə də şəkil. Ardından baharı müjdələyən gözəl çiçəklərimizi səhnəyə dəvət edirəm. 7 gözəl, 7 çiçək rəqsi. Hey,
yaparım tezliğiyle söylesin. Koy hanımı be yaparım tezliğiyle söylesin. Səni də kəmmən alaram, mən də bir bəy olaram. Səni də kəmmən alaram, mən də bir bəy olaram. Var var! Var var! Bilirəm gələrsən, Bili gelmişsən, belə canımsan. ben giderim oğlana, onun pulu çok olsun. Ben giderim oğlana, onun pulu çok olsun. Onun pulu çok olsun, derdi gemi az olsun. Onun pulu çok olsun, derdi gemi az olsun. Var var! Pulu var, Var var! pulu var gelirim. Bilirəm gələrsən, Bili gelmişsən. belə canımsan. Koy hanımı be yaparım tezliğiyle söylesin. Koy hanımı be yaparım tezliğiyle söylesin. Səni də cəmdən alaram, mən də bir bəy olaram. Səni də cəmdən alaram, mən də bir bəy olaram. Var var! Var var! Pulu var gelirim. Bilirəm gələrsən, Bili gelmişsən. ah belə canımsın. İkinci sinif şagirdlərimiz Qara Gözlər rəqsini təqdim edir.
Hayır daha sen başladın yerinde. Bu dağlarda var olmaz, hey bağırmazlar olmaz. Bir güzel istemişem, ondan güzel yar olmaz. Ben bir güzel sevmişem, ondan güzel yar olmaz. Kara gözler, 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 kara gözler. Aldı eklimi başından, sende olan kara gözler. Aldı eklimi başından, elden vurdu yara gözler. Halim oldu yara gözler, nasıl olup şöyle düştüm, başım oldu yara gözler. Kara gözler, kara gözler, kara 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 gözler, kara gözler, kara gözler, baş altında kara gözler. Aldı elimi başımdan, sende olan kara gözler. Aldı elimi başımdan, elden vurdu yara gözler. Aldı elimi başımdan, karnım oldu yara gözler. Aldı elimi başımdan, sende olan kara gözler.
Bugün birlikte qədim ve güzel bayramımız olan Novruzu qeyd etdik. Şagirdlerimizin çıxışları, rəqslər, oyunlar ve güzel sahnelerle dolu bir gün yaşadık. Qoy bahar her zaman hayatımıza sevinç, ürəyimizə ümid ve xoşbəxtlik gətirsin. Gəlin hamımız birlikte deyək. Novruz bayramınız mübarək.